Uşaq neçə yaşına qədər dil öyrənə bilər? Yəni ana dili kimi o dili mənimsəyə bilər. Bunun üçün nə etmək lazımdır? Fərqli-fərqli araşdırmalar elədim. Almaniyadakı oğlumun həkimi ilə danışdım və orada belə bir nəticəyə gəldim ki, birinci növbədə uşaq öz ana dilini mükəmməl şəkildə mənimsəməlidir. Ola bilsin ki, bağçaya fərqli dillə gedib, fərqi yoxdur. Orada icazə verin, onunla həmin dildə danışsınlar. Amma evə döndükdə o uşaqla öz ana dilində müraciət edin və danışın. Əgər öz ana dilini mükəmməl şəkildə eşidir, danışır, onunla kitablar oxuyursa ana dilində və görürsünüz ki, artıq uşaq özünü ifadə edir, başa düşür, o uşağa artıq ikinci dili öyrənmək daha rahat olur. O müddət ərzində seçiminiz edin, ingilis dili, rus dili, nə bilim, başqa bir dil fərqi yoxdur. Və bir müddət uşaq qarışdıra bilir. Bəli, məsələn, ingilis dilini, rus dilini, alman dilini və ya da fransız dilini görürsünüz ki, qarışıq şəkildə ifadə edir və danışa bilmir. Bu sizi çaşdırmasın. Çünki o 0-7 yaş aralığında onlar bütün informasiyanı beyni elə gözəl şəkildə həzm edir ki, daha sonra onlar çox gözəl, rahat şəkildə sizə vaxtı gələndə o dili mükəmməl şəkildə danışa bilirlər. Ona görə 0-7 yaşda maksimum şəkildə uşağınıza, yəni 4-5 dil belə öyrədə bilərsiniz. Yəni bu problem deyil. Ondan sonraki, yəni 7-12 yaş aralığında biraz daha ləng gedir proses, amma yenə də çətin dillərə üstünlük verməyinizi tövsiyə edərdim. Məsəl üçün, mənə görə rus dilinin qrammatikası ingilis dilindən daha çətindir və mən düşünürəm ki, o 0-7-də uşağa rus dilini öyrədilməsi, əgər təbii ki, bu da bir seçimdir valideynlərinin, sonra ingilis dilinə keçsəz daha rahat olardı. Çünki ingilis dilini 60 yaşda da rahat şəkildə öyrənmək olur. Çünki çox-çox rahatdır qrammatikası ingilis dilinin. Məsələn, alman dili mənə görə rus dilinə bərabərdir. Ona görə bağçada öncə biz onları ingilis, almana qoymuşduq və sonra mən dəyişdim. Sırf alman dilində olmasını istədim ki, alman dilini daha mükəmməl öyrənsin. Baxmayaraq indi Balidəyik və Balidə başqa seçim olmadığına görə ingilislə gedir. Bəlkə o da onun bir təkamülidir bu yolda. Amma döndüyümüzdə yenə sırf şəkildə alman dilində davam eləməsini üstünlük verirəm. Və onsuz da 0-7 yaşda onlar hər şeyi başa düşür, eşidir və qavrayırlar. Ona görə siz burada valideyn olaraq nə edə bilərsiniz? Əgər evdə biriniz Azərbaycan yaxşı bilir, digəriniz ingilis dilini yaxşı bilirsə və ya rus dilini yaxşı bilirsə, o zaman uşaq gördünüz ki, öz ana dilini, yəni Azərbaycan dilini tam mükəmməl şəkildə danışandan sonra, daha sonra digər valideynin switch eləsin, yəni keçid eləsin başqa bir dilə, ya ingilisə ya da rus dilinə. Uşaqla ancaq səhər durdu, axşam yuxudan durdu, ancaq o dildə ona müraciət eləsin və danışsın. Paralel şəkildə kitabları və yaxud da ki, cizgi film izlədirsinizsə öyrədici, o dildə qoymanızı tövsiyə edərdim. Və həqiqətən də 0-7 yaş müddətində görəcəksiniz ki, uşaq ana dildə yaxşı danışır, amma 1-2 il ərzində ingilisi, digər dilləri qarışdırırsa, 7 yaşına qədər oturuşacaq. Və artıq uşağınız 7 yaşına gəlib 3-4 dil danışa biləcək. Və bunu çox-çox tövsiyə edirəm ki, nə qədər ki, beyinlərinin ən aktiv, açıq dövrlərindədirlər, uşaqlarınızı dil öyrənməklə bağlı yönəldin, qoyun öyrənsinlər. Çünki bilirsiniz ki, zaman keçdikcə beyin neyronlarımız, həyat hekayələrimiz, hər şey dəyişir. 0-7 yaş beyinlərinin ağ kağız versiyasıdır. Hansı informasiyanı verirsansə udurlar. Və mən tövsiyə edirəm valideynlərə, mütləq şəkildə yenə dediyim kimi, ana dilini gördünüz ki, tam yaxşı mənimsəyirsə, qorxmayın. Digər dillərə rahat şəkildə qoyun, uşaq getsin və öyrənsin, o dili mənimsəsin. Bir müddət çətin olur valideynlər, çox eşitmişəm, qarışdırır, öyrənə bilmir, amma inanın bu keçici müddətdir. Daha sonra beyin neyronları onu həzm edir, oturuşur o dili, onda hətta fasilə versə belə o dilə, məsələn 7 yaşından sonra 15-20 yaşında belə o dili öyrənsə yadında qalır. Baxın, çünki ona yaddaşında bir qapı açılıbdır o dillə bağlı və həmən tez qavrayacaq. Əgər 0-7 yaşda tam danışmayıbsa belə, hətta 7 yaşından sonra 5 il sonra, 6 il sonra, 10 il sonra o dili təzədən öyrənəndə o uşaq daha rahat olur. Çünki artıq o dili eşidibdir 0-7 yaşına qədər. Bu qədər. Sizin də fikirləriniz mənim maraqlıdır. Ümumiyyətlə, uşağınız neçə dildə danışa bilir? Nə zaman başladınız bura, hansı nəticələr əldə eləmişsiniz? Və bir də onu qeyd eləmək istəyirəm ki, çox xahiş edirəm, uşaqlarınızı başqa uşaqlarla müqayisə eləməyin. Hər uşaq fərqlidir, unikaldır, universaldır. Ola bilsin ki, dil bilikləri baxımından elə uşaq var, çox tez götürür dili 0-7 yaşa qədər. Elə uşaq var ki, biraz çətinlik çəkir onu götürməkdə, onu həzm eləməkdə. Amma ola bilsin ki, həyatının başqa alanlarında daha professionaldır, daha oturuşmuşdur. Məsələn, musiqi sahəsində, rəsm, idman sahəsində. Ona görə burada da müqayisə etmədən və özünüzün içində özünüzü pis elətdirmədən yanaşmağınızı istəyərdim. Əsas məsələ o dili ona öyrədən şəxsin daha sevgi ilə, səbirlə və anlayışla yanaşmasıdır. Sevgi ilə qalın.